Sabahınız xeyirli olsun dəyərli izləyicilərimiz, xoş gördük sizi. 22 aprel tarixindən etibarən start verilən məktəblərarası milli hakaton yarışmasının seçim mərhələsinin bugün artıq sonuncu günüdür. Az sonra məhz seçim mərhələsinin imtahan prosesinə start veriləcək. Məlumat üçün bildirim ki, deməli bizim məktəblərimiz qeydiyyata yaxınlaşırlar şəxsiyyət vəsiqələri ilə və qeydiyyatdan keçdikdən sonra isə məhz gəlib akt zalında əyləşirlər portallar arxasında və imtahanın başlanmasını gözləyirlər. Bir daha qeyd etmək istəyirəm ki, siz bu müddət ərzində, yəni 22 aprel tarixindən etibarən indiyə qədər məlumatları Elm və Təhsil Nazirliyinin, Təhsil TV-nin, Alqoritmikanın və Rəqəmsal Bacarıqlar layihəsinin rəsmi səhifələrindən izləyirsiniz. Və məlumat üçün bildirim ki, imtahan prosesi 2 saat 30 dəqiqədir və bu müddət ərzində bizim məktəblərimiz 21 suala cavab verməlidirlər və biz də öz növbəmizdə bütün şagirdlərimizə uğurlar arzu edirik.